Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ukdeten min lisani yefkahu kavli ve ba'd. Muhterem qardaşlarım, mən birinci cəzmə, sonra isə sizə Allah Teala'dan haqq təqvasından qorxmağı nəsihət edirəm. Və o haqq təqva ki, gizlində də olur, aşkarda da. Və Allah Teala'dan kimlər ki, gizlində də aşkarda qorxurlar, onlar sadiqlər sayılırlar. Və kimlər ki, Allah Teala'dan aşkarda qorxub, gizlində isə Allaha düşman oldular, onlar münafiqlər sayılırlar. Və yaxud onlara bənzər olanlar sayılırlar. Çünki Allah Teala'dan zahirdə qorxub, batində, yəni gizlində qorxmamaq, yəni hədd aşmaq hamının bacardığı bir şeydir. Yəni necə deyirlər, zahirdə Ömər ibn Xattab kimi gəzmək və olmaq rahatdır, gizlində isə onun işçiləri kimi də olmaq çətindir. Və bugün toxunmaq istədiyim bir mövzu var qardaşlarım. O mövzu ki, şübhələrlə əlaqədardır. Və o mövzu ki, şeytanın əlində saxladığı, şeytanın əlində tutduğu ümməti, yəni əhl-i sünnəni, sələfləri parçalamaq üçün istifadə elədiyi silahlardan bir silahdır. Hansı ki, o silah ki, onu Rəbbinə vəd vermişdir. O silah ki, o vəd ki, Rəbbinə onu vəd olaraq vermişdir və Rəbbinə vəd verərək demişdir ki, mən onlara sağ tərəflərindən, yəni yaxınlaşacağı tərəflərdən bir tərəf idi sağ tərəf. Yəni xeyirlərlə yaxınlaşacağını Rəbbinə